Növbəti obyektimizdə beton işləri görmüşük. Burada 14 santim, 10 santim, 7 santim civarında beton işləri görülübdür. Burada ümumi ərazi hamısı keramqranit olduğuna görə betonun üzərini belə saxladıq, verdiyimiz kimi saxladıq və betonun üzərini verdiyimiz kimi saxladıq və keramqranitin vurulan yerlərə betonun üstü belə qalır. Burada ümumi ərazi eyni kodla paylaşılıbdır, və deyim sizə ki, bir həftə ərzində burada təxminən 2000 kvadrata yaxın beton işi görülübdür bir həftəyə. Və beton niyə belə saxlanılır? Çünki keramqranit vurulanda betonu belə saxlamaq məsləhətdir. Yəni niyə? Çünki altına vurulan mata həmən bu betonun məsamələrinə girib üstündəki kafer metalı yaxşı saxlayır. Ona görə məsləhət görülmür ki, helikopteri vurulsun üstünə. Amma linoleum, PVC linoleum, məsələn deyək ki, kavralit, parket və digər laminat kimi örtüklər vurularsa, o zaman bu betonun üstü helikopterlənir və üstü hamar olur. Onu da indi sizə burada videoda təqdim edirəm. Bax, bu cür olur. Bu cür olur. Bəzi halda bu cür betonlar da belə hətta müştərini qane etmir. Deyir ki, yox, məndə məsələn oteldir və yaxud da ki, digər bir hansısa bir obyektdir və orada çox ideal bir şey, ya evdir, mənzildir, çox ideal bir şey istəyirəm və hətta helikopterlənmiş betonun üzündən də ağıllı şap işləri gördürürlər ki, biz də bunu görürük. Tam ideal olur, tam ideal. Şüşə kimi düppədiz olur, çünki ağıllı şap özü yaylan olur. 3-5 millim, bəzən 1 santima qədər əyliyi, düzdür, bizdə 1 santim əyliyi olmur, amma yəni hər bir halda əyliyi götürür, düzəldir və müştəriyə düppədüz səth verir ki, onu da üstünə dediyim kimi həmin o parket, laminat, PVC, linoleum və digər kavrat kimi örtükləri vurulması üçün gözəl şərait yaranır. Sizə də əgər beton işləri, ümumiyyətlə zavoddan gələn betonun da verilməsidir. Burada biz özümüz pompa ilə qarışdırıb betonu veririk. Təbii ki, zavod betonu ilə quru şap beton arasında marka fərqi olur. Quru şapla bu betonun markası 100 marka olur. 100-120 maksimum marka olur. Niyə? Çünki bura böyük markalı, çox yüksək markalı betona ehtiyacı yoxdur. Bu betonun üstünlüyü nədir? Bu quru şap betonun üstünlüyü nədir? Quru şap betonu zavod betonundan yüngül olur. Bir kubunda 300 nə qədərsə fərq edir. Digər məsələ, yüngül olduğu üçün konstruksiyanı yüklənmir, çox yüklənmir. Zavod betonu kimi yüklənmir. Və bura yüksəldilmiş döşəmə olduğuna görə quru şapdır, yəni qoyduğun kimdə qalır. 14 santim beton verirsən, qoyduğun kimdə qalır beton, çünki qurudur. Bu da bir üstünlüyü. Amma zavod betonu verilən yerlərə bu betonu vermək olmaz. Çünki bunun markası 100 markadır, 120 markadır, tutalım ki. Zavod betonun markası 300, 350, 400, 450 marka tutalım ki, ola bilər. Yəni bu betonları anbarlara, nə bilim, istehsalat yerlərinə vermək qəti qadağandır. Çünki bu gün verərsən, sabah yoxa çıxar, olub gedər. Bu onun üçün deyil. Bu dediyim kimi örtüklərin altı üçündür. Laminat, keramqranit və digər parket, linoleum kimi örtüklərin altı üçündür. Amma zavod betonunu bu yerə vermək olar. Sadəcə bu daha əlverişlidir. Zavod betonu da vermək olar. Amma bu daha əlverişlidir belə yerlər üçün. Zavod betonu həm də konstruksiyanı, monolit təbəqəni daha da ağır yükləyəcəkdir. Və eyni zamanda zavod betonu verilərkən çox sulu olur. Divar təmir falan varsa divarları da isladır. Müəyyən çətinliklər yarada bilər. Aşağı mərtəbədə tutalım ki, təmir varsa yuxarı mərtəbəyə sən bu zavod betonunu versən əgər, onun suyu axıb aşağı mərtəbədə də o təmiri bərbad edə bilər. Amma bunda da şey yoxdur. Quru olduğu üçün tam da quru deyil də, bu yəni polo-suxo gedir. Yarı quru gedir. Bu daha əlverişlidir. Belə, bu qədər. Allah hər kəsin işini avan eləsin. Yeri gəlmişkən burada ərazidə bir ay öncə, təxminən bir ay öncə bu kotejlərin də betonu vermişik və bu da səhifəmizdə var. Burada o videonu da təqdim edirəm sizə ki, ümumi prosesdən xəbəriniz olsun.